Səhər saatlarında ölkə başçısı Nikol Paşinyanla görüşdü. Geniş tərkibdə görüş oldu və bizim nümayəndə heyətimizdə Şahin Mustafayev, Ceyhun Bayramov, Hikmət Hacıyev və Elçin Əmirbəyev var idi. Eyni zamanda digər tərəfdə də elə Xarici İşlər Naziri, köməkçilər və s. Nəticə etibarilə bu görüş planlaşdırılırdı və bu istiqamət ümumiyyətlə sülhə gedən yolda niyə bu qədər vacibdir, niyə mütəmadi görüşlər olmalıdır və bilirik ki, J.D. Vance'in də Cənubi Qafqaza səfəri olacaq. İstərdim ki, bütün bu məsələlərə kompleks yanaşaq. Təşəkkür edirəm. Həqiqətən də Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlər arasında inkişaf etdirilməsi, bütövlükdə ilk növbədə qurulması və sonraki dövrdə daha da inkişaf etdirilməsi artıq aydın yol xəritəsinə malik bir prosesdir. Bilirsiniz ki, avqustun 8-də ötən ilin möhtərəm cənab prezidentin təşəbbüsləri üzərində qurulan və eyni zamanda Azərbaycan tərəfinin beynəlxalq hüququn tanınmış normalarını rəhbər tutaraq irəli sürdüyü şərtlər əsasında hazırlanan saziş paraflanıb və nəticə etibarilə Azərbaycan və Ermənistan arasında hansı məsələlərin sülh istiqamətində realizəsi vacibdir, bu artıq tərəflər arasında razılaşdırılıb. Və həmin dövrdən bəri Azərbaycan tərəfinin atdığı sülh yönümlü addımları, o cümlədən Ermənistanın bu istiqamətdə daha aydın ritorika nümayiş etdirməsi və daha praqmatik davranmağı əvvəlki dövrlərə münasibətdə real sülh ümidlərindən xəbər verir. Bu müddət ərzində də Azərbaycan və Ermənistan arasında dəfələrlə tərəflərin istər liderlər səviyyəsində, istərsə də Xarici İşlər Nazirləri, hökumət komissiyaları səviyyəsində müəyyən kommunikasiyalar davam edib, xüsusən hökumətlər arası aidiyyatı sərhədlərin delimitasiya, demarkasiyası ilə bağlı komissiya çalışıb. Yəni, bizim yol xəritəmiz, mənzərəmiz kifayət qədər aydındır. Bu müddət ərzində təbii ki, Azərbaycanın ilk növbədə yaratdığı reallıqların qəbul edilməsi, qlobal miqyasda qəbul edilməsi, Amerika Birləşmiş Ştatları əsas qlobal güc kimi, əsas mötəbər güc kimi bu prosesi dəstəkləməsi özlüyündə təbii ki, bütövlükdə sülh prosesinə özünün müsbət təsirini göstərib. Amma son nəticədə bugün bizim üçün maraqlı olan məsələ Azərbaycanın istəklərinin reallaşmasıdır. Və Azərbaycanın istəklərinin reallaşması da Cənubi Qafqazda hər hansı disbalans yaratmır. Bizim niyyətimiz elə bölgədə dayanıqlı sülhə nail olmaqdır. Xalqlar arasında düşmənçiliyə son qoymaqdır. Dövlətlər arasında münasibətlərin artıq beynəlxalq hüquqa, BMT nizamnaməsinə uyğun şəkildə inkişafını təmin etməkdir ki, təbii ki, indi Dubayda da, Birləşmiş Ərəb Əmirliyində də, daha doğrusu bu istiqamətdə keçirilən görüşlər özlüyündə ümumi dialoq mühitinin daha da inkişafına təsirini göstərəcək. Bəruz müəllim, baxın, bu proses artıq bir neçə müddətdə gedir və mütəmadi biz burada danışırıq, mütəmadi görüşlərin bəli, sülhün paraflanması həyata keçirildi, sülh müqaviləsi imzalanacaq, sülh müqaviləsinə gedən yol var. Daha konkret desək, Azərbaycanın Ermənistanın qarşısında qoyduğu tələblər var. Misal üçün, Simonyan əvvəl fərqli ritorikadan çıxış edirdi, indi deyir ki, Azərbaycanla Ermənistan arasındakı müharibə məsələsi artıq tarixdə qalıb. Bu, təbii ki, iqtidarda olan bir partiyanın nümayəndəsində bu ifadələri qismən də olsa sakitlik yaradır. Nəticə etibarilə, bu görüşlərin mütəmadi keçirilməsi və növbəti etapda bizi gözləyən mərhələ nədən ibarətdir? Misal üçün, seçkilər gözlənilir orada. Seçkilərdə Azərbaycana uyğun variantların olub-olmaması nə kimi bizim üçün vacibliyi var? Azərbaycanın hərbi siyasi qələbələri, eləcə də Cənab İlham Əliyevin müzəffər liderliyində yaranan yeni reallıq elə bir reallıqdır ki, bu Ermənistanın iradəsindən asılı olaraq istiqamətini dəyişməyəcək bir situasiyaya çevrilib. Yəni, Ermənistanda seçkilərin istənilən nəticəsi və yaxud hakimiyyətin bundan sonraki istənilən ritorikası bütövlükdə reallıqları dəyişməyəcək. Yəni, kimsə Azərbaycan ərazilərini yenidən Ermənistanın işğalına verməyəcək. Eyni zamanda Azərbaycanın yaratdığı bu reallıq fonunda əldə etdiyi uğurlar, əldə etdiyi nəticələri heç bir fon, heç bir güc gölgələyə bilməyəcək. Bu mənada əlbəttə ki, Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin ritorikası çox vacibdir. Ritorikasının müsbət istiqamətə dəyişməsi, sülh aşılayan tona onların daha çox yön verməsi bu çox vacibdir. Amma xüsusi qeyd edirəm ki, bu həll edici deyil. Əlbəttə, arzu olunandır ki, Ermənistan tərəfindən də, Azərbaycan tərəfindən də bütövlükdə sülhə doğru addımların biz atılmasını müşahidə edək. Azərbaycan bu barədə əslində öz addımlarını çoxdan atmaqdadır. Bilirsiniz ki, sülh təşəbbüsləri məhz Azərbaycan prezidentinin qətiyyəti üzərində qurulub. Həmçinin sonraki dövrlərdə Azərbaycan tərəfi xalqlar arasında etimad quruculuğu prosesi, dövlətlər arasında sülh və
bütövlükdə dövlətlərarası münasibətlərin qurulması istiqamətində ciddi və qətiyyətli, cəsarətli addımlar atılır. Azərbaycan Ermənistana gedən tranzit öz ərazisində keçən tranzit yüklərinin daşınması ilə bağlı məhdudiyyətləri aradan qaldırıb artıq dəfələrlə Azərbaycan ərazisindən digər ölkələrin, o cümlədən Azərbaycanın özünün məhsullarının Ermənistana daxil olması prosesi baş tutub. Ermənistan cəmiyyətində artıq bu prosesə tədricən alışmağa başlayırlar. Erməni cəmiyyəti bütövlükdə, məsələn, yanacağa münasibətdə qiymətləri tənzimlənməsində Azərbaycanın rolunu artıq başa düşməyə başlayıb. Bunlar hamısı vacib elementlərdir, vacib amillərdir. Sonrakı mərhələdə isə əlbəttə ki, biz sonrakı mərhələnin bir mənalı şəkildə paraflanmış sülh sazişinin və mövcud de facto sülhün de jure sülh mərhələsinə keçməsini arzulayırıq. Təbii ki, indiki məqamda başqa yolu da yoxdur ki, Ermənistanın özündə başqa yolu yoxdur. Çünki sülh prosesi o paraflanan de facto mərhələdən xeyli dərəcədə de jure mərhələyə qədər uzanmaqdadır. Bizim aramızda olan müəyyən narahatlıq doğuran məqamlar var idi. Məsələn, Zəngəzur dəhlizi ilə bağlı bilirsiniz ki, artıq orada da bu və digər formada işləri başlayıb. Texniki əsaslandırma işlərinin gələn ilin, elə bu ilin ikinci yarısında artıq tam şəkildə yekunlaşması gözlənilir. Bütün bunların fonunda demək olar ki, bizim qarşımızda bugün real problem yaradacaq məqamlar qalmayıb. Bəli, hüquqi problemlər mövcuddur. Ermənistan konstitusiyasında hələ də Azərbaycan ərazi iddialarının mövcudluğu şəraitində. Amma bu da proseslərin gedişatı da bu əminliyi bizə verir ki, Ermənistan artıq həmin müddəanı da tədricən dəyişmək niyyətindədir. Bir daha deyirik, Ermənistan artıq son bir neçə ayda görməkdədir ki, Azərbaycanla əməkdaşlıq Azərbaycanla düşmənçilikdən çox daha faydalıdır. Və nəticə itibarilə Ermənistan cəmiyyəti də artıq hiss etməkdədir. Ermənistan cəmiyyəti də hiss edir. Hətta radikalların belə dilindən bu bəyanatları biz zaman-zaman eşidirik. Amma istənilən halda bir daha deyirik, indiki məqamda Azərbaycanı rahat və razı salan məqam ondan ibarətdir ki, Ermənistanda bəli, seçkilər, proseslər başqa istiqamətdə inkişaf edə bilər. Amma heç bir istiqamət Azərbaycanın yaratdığı sülh konfigurasiyasını, Azərbaycanın hərbi siyasi qələbələrinə və bölgənin gələcək perspektivdə dayanıqlıq sülhə aparılmasına xidmət edən situasiyanı heç nə dəyişə bilməz. Bu arada izləyicilərimiz üçün də məlumat verək. Artıq ölkə başçısı İlham Əliyevlə Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş bitdi. Və bir daha vurğulayaq ki, Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla geniş tərkibdə görüş keçirmişdi. Görüşdən görüntüləri təqdim etmişdi biz artıq və görüş artıq bitdi. Yəqin ki, birazdan informasiya artıq ictimailəşəcək ki, nələr danışıldı, nələr müzakirə olundu, ümumiyyətlə bu istiqamət niyə vacibdir? Mən məhz Birləşmiş Ərəb Əmirlikləri platformasına da toxunmaq istəyirəm, Bəhruz müəllim. Xatırlayırsınızsa, bu bizim ilk görüşümüz deyil Əbu-Dabidə və 10 iyulda da 2025-ci ildə də bu görüş baş tutmuşdu. Kifayət qədər həm maraqlı məsələlər müzakirə olunmuşdu və Birləşmiş Ərəb Əmirliklərinin bir platforma olaraq bu sülh çağırışlarına dəstək verilməsi istiqamətinə toxunaq. Çünki ölkə başçısı ötən gün həmkarı ilə görüşdü, Sülh Qalxanı 2026 hərbi təlimlərini izlədilər və ümumiyyətlə bu əməkdaşlığa toxunmağınızı istərdim sizdən. Diqqət etsək, cənab prezidentin Birləşmiş Ərəb Əmirliyinə səfəri işgüzar səfər olmasına baxmayaraq, protokolların üzərində bir hadisə yaşandı. Yəni, Birləşmiş Ərəb Əmirliyinin prezidenti Məhəmməd bin Zayed özü şəxsən cənab prezidenti hava limanında qarşıladı. Bir daha deyirəm, bu işgüzar səfərin həm xarakterinə, protokolca uyğun deyildi. Amma buna baxmayaraq Birləşmiş Ərəb Əmirliyinin prezidentinin şəxsən qarşılama mərasimində iştirak etməsi Birləşmiş Ərəb Əmirliyinin Azərbaycan siyasətinə verdiyi önəm idi, Azərbaycanla əməkdaşlığa, tərəfdaşlığa verdiyi önəm idi. Digər tərəfdən biz onu da bilirik ki, Azərbaycanın şərq siyasətində də Birləşmiş Ərəb Əmirliyi xüsusi önəmli bir həlqədir. Birləşmiş Ərəb Əmirliyinin dünyada artan rolu barədə danışmağa əlbəttə ki, kifayət qədər geniş danışmağa vaxt itirməyə lüzum yoxdur. Bilirsiniz ki, artıq dünyanın yeni maliyyə, iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir. Hətta çoxları İsveçrənin, Londonun bu və ya digər formada öz rollarını artıq tədricən Əbu-Dabiyə ötürməsi barədə danışmaqdadır. Belə bir şəraitdə əlbəttə ki, ölkələrimiz arasında əvvəllər əsası qoyulan və bugün doğrudan inkişaf edən iqtisadi, siyasi, ticari, humanitari, mədəniyyət, hərbi sahədə əməkdaşlığın yeni mərhələyə çıxması barədə artıq danışırıq. Nəzərə alaq ki, əgər biz əvvəllər strateji tərəfdaşlıqdan danışırıqsa, artıq həyata keçirilən, atılan birgə addımlar
Birləşmiş Ərəb Əmirlikinin rəhbərliyinin məsələn Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri, eyni zamanda qarşılıqlı səfərlər, həmçinin qarşılıqlı iri investisiya layihələrinin reallaşması, Azərbaycanın da Birləşmiş Ərəb Əmirliyinin də hazırki qlobal ziddiyyətlərin dərinləşməsi fonunda dialoq mühitinə üstünlük verməsi, diplomatik yollarla problemlərin çözümü, həmçinin Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar, sülh mühitindən Birləşmiş Ərəb Əmirliyinin də tədricən faydalanmağa başlanması, səhmdar kimi beynəlxalq layihələrin iştirakçısı kimi burada proseslərdən iqtisadi fayda götürməsi, bunların hamısı əlbəttə bizi xeyli yaxınlaşdırır və münasibətlərimizi artıq faktiki olaraq hər tərəfli strateji tərəfdaşlığa çevirməkdədir. Bundan başqa bilirsiniz ki, artıq hərbi əməkdaşlıq, müdafiə sənayesi sahəsində ciddi əməkdaşlıqlarımız var, qlobal təhlükəsizlik istiqamətində ciddi əməkdaşlıqlarımız var və Azərbaycanın artan rolu fonunda, Birləşmiş Ərəb Əmirliyinin artan rolu fonunda və dünyada ayrıcı xətlərin qarşıdurmaların dərinləşdiyi bir fonda, xüsusən bölgəmizdə münasibətlərin gərginləşdiyi bir fonda iki dövlət arasında əməkdaşlıq yalnız iki tərəfli münasibət hesab edilə bilməz. Bu bütövlükdə regionun gələcəyinə yön vermək üçün və dövlətlərin sülh və əməkdaşlıq şəraitində yaşaya bilməsi region dövlətlərinin üçün atılacaq addımların yol xəritəsi həm də bu prosesdə cızılmış hesab edilə bilər. Biraz mən bu mövzunu genişləndirmək istəyirəm. Niyə? Çünki Birləşmiş Ərəb Əmirliklərinin rolu son illər postsovet məkanı ölkələrində, ələxüsus Cənubi Qafqazda sanki marağı artır və Azərbaycanın da, bax siz də şərhinizdə vurğuladınız, burada çox önəmli bir yer tutur regionun aktor ölkəsi olaraq. Bunun əsas səbəblərinə gəlincə, nəyi daha çox vurğulaya bilərik? Logistik bir mərkəz olmasını və yaxud da belə deyək, enerji mərkəzinin olmasını, eyni zamanda siyasi etibarlılıq mövzusunu. Burada daha çox önəm kəsb edən məsələlər nədir? Əslində Birləşmiş Ərəb Əmirliyi ciddi maliyyə ehtiyatları olan və artıq qlobal miqyasda investor kimi çıxış etmək qabiliyyətində olan dövlətdir və keçmiş SSR dövlətləri ilə seriya olmuş vaxtilə dövlətlərin də investisiya proseslərində ciddi dəstəyə ehtiyacı var. Böyük əksəriyyətinin həmçinin qlobal mühitdə siyasi əməkdaşlığa ehtiyacları var və əlbəttə tərəflər qarşılıqlı olaraq bu əməkdaşlığa faydalı bir amil kimi baxırlar. Amma Azərbaycanla Birləşmiş Ərəb Əmirliyi arasında münasibətlər biraz fərqli müstəvidə gedir. Bəli, bizim də ciddi iqtisadi maraqlarımız var, siyasi maraqlarımız var, ortaq dəyərlərdən və maraqlardan, eyni zamanda ortaq siyasi iqtisadi çıxarlardan biz çıxış edirik. Amma digər tərəfdən nəzərə alaq ki, Azərbaycan kifayət qədər ciddi aktordur, qlobal siyasətdə rol almış bir aktordur. Eyni zamanda Birləşmiş Ərəb Əmirliyi də dünyanın iqtisadi, siyasi mərkəzlərindən biri kimi artıq çıxış etməkdədir. Maliyyə mərkəzlərindən biri kimi çıxış etməkdədir və belə olan təqdirdə... Həm də sakit diplomatiya modelini seçir hər zaman. Əslində, Birləşmiş Ərəb Əmirliyi artıq elə bir inkişaf dövrünə çatıb ki, hansı ki dünyanın artıq iri gücləri də tədricən buna doğru gedir. Daha çox yumşaq diplomatiya ilə, yumşaq güclə problemlərin həllinə daha uğurlu variant kimi baxır. Nəinki hərbi ritorika ilə nəyisə məcbur etmə tədbirləri. Bu da adətən tərəflər çox ziyanlı çıxır. Azərbaycan prezidenti ortada çox ciddi, yumşaq güc siyasəti nümunəsi yaradıb. Biz hətta müharibəni belə o qədər ehtiyatla və o qədər səliqəli formada apardıq ki, hərbi istiqamətləri yalnız hərb sənətinin biliciləri tərəfindən yüksək sənətkarlıq sözünün əsl mənasında nümunəsi kimi qiymətləndirildi. Amma biz hərbi ritorikanı gücümüzə, imkanlarımıza baxmayaraq axıra qədər davam etdirmədik. Bu da Azərbaycanın gücünün yumşaq güc siyasətinə həmçinin önəm verməsi, siyasi diplomatiyaya inanması, dialoqa inanması ilə bağlıdır və son nəticədə bax belə bir nümunə yaratmış dövlətlə əlbəttə ki, belə bir güclü aktorla Birləşmiş Ərəb Əmirliyi əməkdaşlıqda birmənalı şəkildə maraqlıdır. Bizim onsuz da qlobal siyasətdə yollarımız kəsişir. Yollarımız kəsişdiyi məqamda əgər liderlər arasında dostluq, kifayət qədər uğurlu əməkdaşlıq və kifayət qədər uğurlu münasibətlər qurulubsa, ölkələrimiz də niyə bundan faydalanmasın və indiki məqamda məhz biz bu nümunənin şahidi oluruq. Zayed sülh mükafatından da danışmaq istəyirəm. Baş verən hadisələr, dünyada gedən proseslər onu sübut edir ki, o sülhü qazanmaq o qədər də asan məsələ deyildi. Biz sülhü qazandıq və bunu da özümüzlə birlikdə daşıyırıq, sülhü özümüzlə aparırıq. Necə Azərbaycan üçün, Azərbaycan lideri üçün deyilir ki, Azərbaycan
lideri müharibədə qalib gəldi və sülhü qazandı. Və hazırda bu sülhü qazanmaq nə qədər dünyada vacibdir, nə qədər əhəmiyyətlidir, biz bunu görürük. Misal üçün, dünya lideri Donald Trump o sülh mükafatı üzərindən apardığı bir siyasəti də var. Necə ki, Nobel sülh mükafatını istəyir. Yəni, bu sülh sözü hər bir liderin üzərinə götürəcəyi və daşıya biləcəyi bir məsuliyyətdir. Ona gətirmək istəyirəm sözü. Nəticə itibarilə bugün mərasim olacaq. Axşam saatlarında Birləşmiş Ərəb Əmirliklərində və namizədlər sırasında ölkə başçısı da var. Regiona baxaq. İran, Rusiya-Ukrayna müharibəsi və s. və bütün bu proseslərdə, necə ki, İsrail-İran arasındakı münasibətlərin tənzimlənməsində, İsrail-Türkiyə arasında münasibətlərin tənzimlənməsində, digər məsələlərdə Azərbaycan bir aparıcı rol oynayıb. Bunun da bir növ layiqli cavabı verilir. İstərdim, bax, bu məsələyə də toxunaq ki, Azərbaycan bu istiqamətdə nə işlər görüb, necə edib və hansı çətinliklərlə edib? Çox maraqlı bir istiqamətə toxunursunuz. Biz diqqət edək, analoji bir mükafat, Nobel sülh mükafatı var. Və Nobel sülh mükafatını hər il alan liderlərə və yaxud şəxslərə baxaq və onların real sülh yaratma əmsallarını qiymətləndirək. Açıq deyək, burada o qədər də ciddi sülh istiqamətində səylər görürük, amma ciddi nəticələr görürükmü, dayanıqlı nəticələr görürükmü? Çox saylı Nobel sülh mükafatı laureatları var ki, sadəcə səyləri qiymətləndirilib. Onların nəticələrinə baxsaq, onların səy göstərdiyi münaqişələr hələ də davam edir. Cənab İlham Əliyev isə yalnız səy göstərmədi, həm də səyinin real nəticəsi var. Azərbaycan və Ermənistan arasında illərlə davam edən, xalqlar arasında düşmənçiliyin kifayət qədər pik həddə çatdığı, Cənubi Qafqaz kimi eyni zamanda mürəkkəb bir bölgə, bu müharibədə xarici maraqların kütləvi şəkildə və sistemli şəkil aldığı bir şəraitdə müharibəyə son qoyub, separatizmə son qoyub və müharibəyə, separatizmə elə formada son qoyub ki, minimum itkilərlə çıxmışıq. Eyni zamanda Ermənistan özü bu prosesdə kifayət qədər ciddi şanslar alıb. Donald Trump cənab prezidentə özü açıq şəkildə qeyd etdi ki, siz güclü idiniz, niyə irəliləmədiniz? Azərbaycan lideri göstərdi ki, biz böyüklük etməyi bacaran xalqıq. Və nəhayət bölgəyə sülh gəldi. Cənubi Qafqaz heç vaxt tarixində bu cür etibarlı sülh şəraiti ilə üz-üzə qalmayıb. Sovet dövründə biz Ermənistanla birgə yaşamışıq, bir dövlətin tabeliyində yaşamışıq, amma imkan daxilində hər bir imkanda ermənilər baş qaldırıb. Hər bir imkanda bizə münasibəti separatçı cəhdlər olub. Ulu Öndər hakimiyyətə gəldikdən sonra Sovet hakimiyyət illərində, ondan sonra ermənilər bir balaca özlərinə yığışdılar. Eyni zamanda Ulu Öndərin Sovet hakimiyyətinin rəhbərliyində təmsil olunduğu dövrdə ermənilər bir balaca özlərini yığışdırdılar. Ulu Öndər istifaya göndərilən kimi, o haqsızlıqla üzləşən kimi Qarabağda ermənilər qalxdı, Avropada ermənilər qalxdı, Ermənistanda ermənilər qalxdı. Yəni, bu onu göstərir ki, bu bölgədə heç vaxt dayanıqlı, təminatlı sülh şəraiti olmayıb. Xalqlar dostluğundan danışmışıq, amma eyni zamanda ermənilər, bilirsiniz, hər zaman o zamanın kəndliləri, fəhlələri, Sovet hakimiyyətinin o təməlində dayanan amillər hər zaman maaşından kənara erməni terror təşkilatları üçün pul yığıblar. Yəni, belə bir şəraitdən sonra təsvir olsun ki, bəzi ölkələrdə hələ də bu proses davam edir. Real sülhə nail olmaq bu sözün əsl mənasında bəşəri dəyərlərə töhfə verməkdir ki, cənab İlham Əliyev bu töhfəni verdi və hesab edirik ki, bugün nəinki ortada Zahid insan qardaşlığı mükafatı, bütövlükdə sülh sahəsində istənilən mükafat Azərbaycan liderinə, Azərbaycan liderinin bu səylərinə bir mənalı şəkildə tam mənada layiqdir. Biz burada əslində bir incə məqam var. Biz sülhün paraflanmasından danışırıq 8 avqust tarixində ki, Donald Trump'ın vasitəçiliyi ilə sülh paraflandı. Amma bura gələn bir yol var idi da. Azərbaycanın həyata keçirdiyi həm 44 günlük vətən müharibəsində müharibənin ilk günündən sülh əlini uzadılması, həm ritorikadakı sülh çağırışları, verilən müsahibələrdə baxmayaraq ki, necə üzərimizə gəlirdilər haqsızca, orada informasiya müharibənə layiqincə aparılması, atılan atəşlərin sırf hərbi məqsəd daşıması, bundan sonraki etapda 23 saatlıq antiterror əməliyyatı və heç kimin o burnu qanamadan bu ifadə yəqin ki,
tam prosesi özündə əks etdirir. Laçın dəhlizi ilə yola salınması, öz istəkləri ilə getməsi, növbəti etapda baş verən hadisələr, bütün bura qədər gələn bir yol var idi. Yəni bu sülh o qədər də asan əldə olunmamışdı və bunu rahatlıqla da deyə bilərik ki, bunu heç Ermənistan da etməmişdi. Xatırlayırsınız yəqin ki, həm müharibənin əvvəlində, həm gedən prosesdə Qarabağ işğaldan azad olunandan sonra Nikol Paşinyanın ritorikası. O necə dəyişdi? Necə fərqli indi ritorika ilə çıxış edirlər? Həqiqətən də cari sülh cənab İlham Əliyevin ustad dərsidir. Cari sülh cənab İlham Əliyev tərəfindən ilmə toxunmuş, sözün əsl mənasında diplomatiya, hərb və bütövlükdə bəşəri dəyərlər istiqamətində bir ustad dərsidir. Bilirsiniz, Azərbaycanın sülhə gedən yolda kifayət qədər ağır, keşməkeşli bir dövr olub. Bilirsiniz, Azərbaycan müstəqilliyini yeni əldə etdikdən sonra hakimiyyətdə olan naşı qüvvələr bizi daha da hansı mərhələyə itələmişlər, onların xəyanətləri ucbatından Azərbaycan hansı çətin dönəmlər yaşamışdı. Bu proseslərin qarşısını almaq, Azərbaycan dövlətini ayaqda saxlamaq, Azərbaycan dövlətində Azərbaycançılıq ideologiyasının əsasında yeni bir nəsil yetişdirmək, iqtisadiyyatı qurmaq, iqtisadi müstəqilliyi əldə etmək, siyasi müstəqilliyi əldə edib möhkəmləndirmək, ordu quruculuğu həyata keçirmək və Cənubi Qafqaz kimi bölgədə. Bunlar çox ciddi məsələlər idi və xüsusən nəzərə alaq ki, bir çox güclər, elə aralarında Amerika Birləşmiş Ştatları da zaman-zaman olmaqla, ATƏT-in Minsk qrupunun digər üzv dövlətləri də olmaqla Cənubi Qafqazda münaqişələri öz maraqlarının təmin üsulu kimi baxırdılar. Və belə bir şəraitdə həm hazırlaşmaq, həm də sülhə davamlı şəkildə sədaqət ritorikasını real əməllərlə sübut etmək bu ciddi məsələ idi. Amma Azərbaycan son nəticədə növbəti hücumların birinə cavab verdi və haqlı olaraq qeyd edirsiniz. Ermənistanda hakimiyyət dəyişəndə biz ümid edirdik ki, nəhayət sülhə doğru addımlar atılacaq. Çünki Paşinyan özü elə 2008-dən Qarabağın Ermənistandan lazım olmadığını deyirdi. Amma Paşinyan hakimiyyətə gəldi, o mövcud o axına düşdü və Qarabağ Ermənistandır nöqtə dedi, xatırlayırsınızsa. Azərbaycan prezidenti bu reallıqları dəyişdi və bugünkü sülhün təməlində bir mənalı şəkildə yalnız və yalnız Azərbaycan prezidentinin iradəsi, qətiyyəti, Azərbaycanda xalq, ordu və iqtidar birliyinin təntənəsi dayanır.